Həcə, evi görürsən də, baxmısan, düzdür. Bu evdə bir nöqsan tapan insan, demək ki, ev almaq istər. Doğrudan da gözəl evdir də, həcə. Bunun tərifə ehtiyacı yoxdur. Belə bir evin tərifə ehtiyacı yoxdur. Evin bir mətbəx hissəsini çək, bir xanımlarınız görsün. Çək. Burada da bir dənə eyvanımız var. Göstərim onu da. Göstərim. Müştərilərimizə hədiyyələr olacaq. Hədiyyələrimiz nədir? İndidən mərtəbə hissəsində sayılır. Televizor, 3 kondisyoner, hər iki otaqda, bir də mətbəximizdə. Onun əlavə, halqa dalğalı sobamız, qaz sobamız. Bütün əşyalarımız hədiyyə olunacaq. Sənət də qutcadır. Bunu bildik. Keçək indi qonaq otağımıza. Hadi, gəl. Bu da bizim bir dənə geniş götürər. Həcə, 2 il zamanətli əşyalarımız. Hər bir əşya qalacaq, hədiyyə olunacaq. Həcə, bizim bəzi müştərilərimiz var ki, yaşayış olmayan mənzil istəyir. Bu da bizim yaşayışı olmayan mənzilimiz. Özü necə əşyalar üstündə hədiyyə. Necə dərəcə? Mərtəbə necədir? 2-ci mərtəbə. Əşyalarımızın hər biri də zamanətdir. 2 il zamanətdir. Təmirdən 3 il zamanətdir. Zalımızı çəyək həzir. İzləyicilərimizə onu da çatdırım ki, mənzilimizin təmirinə xüsusi fikir verilir. Şəxsi öz təmiri içindir. Mənzil sahibi xaricə köçdüyünə görə mənzilimizi satır. Multisistemlə qurulub. Bütün işıqlandırma sistemi 3 rejimlidir. Əşyalar hər bir hədiyyə olunur. Zalımızda kondisioner, yataq otağımızda kondisioner, bir də mətbəx hissəmizdə kondisioner var. Keçək həcə. Ara. Bir dənə də həcə bunu çək. Saatın bataryasını ki onlara gedirik tapmırıq, buna işləyir. Həcə gedirik yataq otağını göstərir ki, görsünlər orada nə gözəllik, necə. Həcə, qapını çəkirsən, baba magnetlidir, çırpılma yoxdur, özü dartır aparır. Gəl, həcə gəl, buranı da göstər. Yataq otağını göstərdin, bax, televizor, hədiyyə, qalır. Zövqə bir bax, belə bir 2-ci mənzil var, yoxdur təbii ki. Nə eləmək lazımdır? Tələsmək lazımdır almağa. Bax, zövqə, hər bir əşya var, gör necə zövqlə işlənir. Qapının dəstəyinə kimi, hər birinə kimi fikir verilir. Həcə bir dənə üstülü çək, rejimləri tanış edək, bilsinlər müştərilərimiz. Bax, bu bir, düzdür, keçdi, bu da 2. O, bir dənə, tap, gördün, 3 dənə rejim. Yəni 3-dən də artıq oldu. Samımızda. Bunu yəqin ki, müştərilərimiz bildirər. Hər biri istif oldu. İstif oldu. Güzəlliyi var. Güzelliği böyle adam üreye atılır. Değilim. Yerine kim bak. Hamısı bak burada. Kisəyə kimi fikirləşir. Həcə, bir dənə bu kisənin yerini də göstər. Baba, buralara bax. Ay, yaşa həcə. Var olasın, həcə düzəlib.
Hadi keçək əsas məsələyə. Evimiz ikinci mərtəbə, orta mənzildir. Sənəd kupça çıxarış. Kvadrat neçə? 60 kvadrat metr. Müştərilərimizə hədiyyələr biz tərəfdən. Bütün nə görünürsə əşyalar hər biri qalacaq. Qalır nə? Axırda qiymət. Qiyməti isə deyək, yoxsa deməyək? Nədə deyək, deməyək? Ev su qiymətini, heç nəçəyə. Real alıcılarımız zəng eləsin, endirim də eləyəcək, gözəl bir endirimimiz olacaq. Onu da bilsinlər ki, yenə də vurğulayıram, sənəd çıxarışdır. İkinci mərtəbə, bundan gözəl nə ola bilər? Bu cür videolarımızın davamını istəyirsinizsə, deyin, abunə olun, like edin. Başqa heç nə istəmir. 055 243 16 17. Özünüzə yaxşı.